bir mövzu haqqında danışmaq istəyirəm. Mövzu ilk baxışdan sizə adi gələcək. Çox adi qarşılayacaqsınız. Amma mövzu nə qədər adi qarşılansa belə o qədər əhəmiyyətli mövzudur. Elə bir mövzudur ki, yaşlı, cavan, hamı özünə aid edə bilər bu mövzunu. Elə bir mövzudur ki, qadın, kişi fərqi yoxdur. Hələ bir pay götürmək istəsə götürə bilər özü üçün. Kasıb, fəqir, imkanlı, vəzifəli, vəzifəsi olmayan hamı bir pay götürə bilər bu mövzudan. Yetər ki, insan özünü aldatmasın, mövzuya diqqətlə qulaq assın. Mən xahişlə başlayıram sizə. O da budur ki, bu mövzu elə bir mövzudur ki, adətən insan çalışacaq, kiməsə nisbət versin bu mövzunu. Filan kəs belə elədi, o buna aiddir. Filan kəs elədi, xütbə ona aiddir. Xahişlə başlayıram sizdən ki, içi özüm qarışıq, hamımız çalışalım bu mövzudan, özümüzə pay götürək, özümüzə. Heç kimə aid eləməyək mövzunu. Bu niyyətlə başlayıram xütbəyə. Mövzu bir günahla bağlı olacaq. Elə bir günahdır ki, bu günah qəlbimizdə əgər kök salarsa, bu günahla ölsək, aqibətimiz çox pis olacaq. Əgər bu günahla qəbrə daxil olsaq, bu günah bütün ibadətlərimizi xarab edəcək. Elə bir günahdır ki, insan onu bir dəqiqə eləyər, amma 50 illik, 60 illik ibadətin hamısını sıfıra yendirər. Və elə bir günahdır ki, mən adını çəkəcəm, heç kəs özünə qəbul edəməyəcək, deyəcək, bu günahla mənim nə əlaqəm? Və bu günahı kimə nisbət versin, deyər, əstəğfurullah, mən bu günahdan uzağam. Hamı ilk baxışdan, kimə düşən sən bu günahın sahibisən, deyəcək, yox, mən belə günahın sahibi deyiləm. Böyük bir günahdır və bundan da böyük məsələ budur ki, diqqət olması məsələ budur ki, bu günah insanın qəlbində gizlənir. İnsan xəbər tutmur. Elə bir insanda o günah yoxdur. Və bu elə bir günahdır ki, insanın dünyasını da xarab eləyir. Diqqətiniz məndə olsun. Dünyasını da xarab eləyir. Dünyada olan hörmətini də aparır. Yəni elə bir mövzu seçmişik ki, təkcə namaz qılanlara əhatə eləməsin mövzu. Namaz qılan, qılmayan hamımıza aiddir. Belə bir mövzu danışmayacağım, təkcə namaz qılanlar pay götürsün, namaz qılmayanlar pay götürməsin. Hamımıza aid olan bir mövzu olacaq. Və elə bir mövzudur ki, bu günah kiminsə qəlbində olsa, bu günah insanı imama qarşı da qaldırar. İmamla mübarizə eləməyə, Peyğəmbərlə mübarizə eləməyə qaldırar. Və elə bir günahdır ki, bu günah insanın qəlbində kök salsa, Allaha qarşı insan çıxar, Allaha deyər ki, sən səhv danışırsan. Allah da səhv tutar insan. Çox uzatmıram mövzumu mən. Adını çəkirəm, eşitmişsiniz. Bu günahın adı təkəbbürlü idi. Eşitmişsiniz çoxlarımız. Dedim sizə, adı qarşılayırsınız, bilirsiniz, bizə aidiyyəti yoxdur bunun. Nişanələrin deyəcəm təkəbbürlü insanların. Amma diqqətlə qulaq asağın görəyim bizdə var yoxsa yoxdur. Bircə nişanələrini deyəcəm sizə. Allahın o qədər acığı gəlir ki, mən az belə hədis oxumuşam. Hədisə baxın, deyir, ya Əbazər, Peyğəmbər deyir, Əbazər, mən matə və fi qəlbihi miskal zərrətin min kibir. İnsan ölə, amma onun qəlbində zərrə qədər kibir olsa, Peyğəmbər Əbazərə deyir, ləm yəcid raihətəl cənnə, o cənnətin iyin duya bilməz. Zərrə biraz kibir olsa, təkəbbürlü olsa, o cənnətdən ümidin üssün. Bu günahın kökü nədən başlayır bilirsiniz? Bu günahın kökü özünü bəyənmədən. İnsan özünü bəyənir. İnsan özündən razı qalır. Elə ki, insan özünü bəyəndi, kök oradan nəşət tapır. Ona görə hədislərdə var ki, inni xeyrun nas, xeyrən nas fəhvə şərrun nas. Əgər bir insan qalxa ayağa deyək ki, mən insanların ən yaxşısıyam, o deyir, insanların ən pisidir, hədisdir. Mən qalə inni fil cənnə, mən bu halımda ölsəm, bir insan desə ki, mən bu hal ölsəm, yerim cənnətdir, deyir, fəhvə finnar, o cəhənnəmdədir. Kim düşünür ki, mən cənnətdəyəm, onsuz da neyinirəm ki mən? Deyir, o cəhənnəmdədir, xəbəri yoxdur. Ölən kimi cəhənnəmə gələcək. Çünki bu insan özündən razıdır. Bu insan özündən razıdır. Elə bilir böyük insandır. Amma bu böyük insan deyil. Neyniyib ki bəyə bu? Çox cılız insandır bu insan. Təkəbbürlü insan ya özünü üstün görür, ya da o abu havada yaşayır ki, mən üstün olum. Ya özünü üstün görür, ya da bu arzu ilə yaşayır ki, mən üstün olum.
çaşdırır vəziyyəti, özünü kimlərəsə başlayır üstün görməyə. Bu təkəbbürlü insanların işidir. Ona görə cəhənnəmə daxil olanda mələklərin bax sözü budur. Görün necə söz buyururlar mələklər. Cəhənnəm əhlinə belə deyəcəklər: "Zuq innəkə entəl azizul hakim." Bax bu cəhənnəmin dadını dad. Axı sən özünü hörmətli bilirdin, özünü məğlub edilməz bilirdin, təkəbbürlü eləyirdin. İndi cəhənnəmi dad. Nə qədər günah eləyib, bax heç birinin adını çəkmir. Deyir təkəbbürlü eləmişdin, indi cəhənnəmdəsən. Yəni təkəbbürlü səni gətirir cəhənnəmə. Yəni təkəbbürlü bir dənə ana günahdır. Günahları yığıb əhatəsini alıb. Ana bir günahdır. Və dedim sözümün əvvəlində, xutbənin əvvəlində sizə dedim ki, kasıb imkanlı fərqi yoxdur. Kasıb da təkəbbürlü eləyə bilər, imkanlı da təkəbbürlü eləyə bilər. Peyğəmbər keçirdi səhabələri ilə bir yerdə. Bir dənə qadın dayanmışdı. Yolun qabağını bağlamışdı, daşla nəyinəsə bağlamışdı. Səhabələr dedilər bu daşları çəkək, buradan keçək o tərəfə. Qadın baxdı, yol böyüdü, o tərəflə gedin. Peyğəmbərə deyir. Yol vermir Peyğəmbərə. Səhabələr istəndilər, Peyğəmbər dedi diyanın. Dəuha fə innəha cəbbarə. Buraxın o xanımı. O xanım çox təkəbbürlü xanımdır. Heç nəyə də yox idi, kasıb bir dənə qadın idi. Fəqir, kasıb, yaşlı bir dənə qadın idi. Çox fəqir idi, amma Peyğəmbər dedi, yox bunu boşlayın. Bu çox təkəbbürlü insandır. Yəni təkəbbür yalnız imkanlılarda olmur, fəqirdə də təkəbbür olur. Bu təkcə imkanlıların imtihanı deyil. O təkəbbürlü hissi elə bir hissdir ki, qoymur insan rahat otursun. İnsan elə hey özünü üstün görmək istəyir. Hey üstün görmək istəyir özünü. Quran təsdiqləyir bu sözü ki, təkəbbürlü insanlar Peyğəmbərlərin qatil olarlar. Övliya qatil olarlar. Quranda ayədə buyurur: "Əfəkulləmə ca'akum rasulun bima la tahva anfusukum." Peyğəmbərlər sizin istəmədiyinizi, xoşunuza gəlməyən bir xəbəri gətirən kimi istekbartum, təkəbbürlü elədiniz. Fəfəriqən kəzzəbtum, bəzilərin danduz və fəriqən təqtulun, bəzilərini də öldürdünüz. Bu kimdir mənə sahiblik eləyəcəkdiniz? Bu kim olub ki, mənim qabağımda söz desin? Peyğəmbər qatil eləyir insanı, Peyğəmbər qatili. Və Peyğəmbərin yaşadığı mühitə baxsız, niyə Peyğəmbəri qəbul edə bilmirdilər bəziləri? Təkəbbürlərindən. Əbu Cəhlin özünə dedilər, sən Peyğəmbəri yaxşı tanıyırsan da, bilirsən ki, o imanlı insandır, o gözəl insandır. Dedi, mən bilirəm, o yaxşı insandır. Amma o kimdir ki, mən ona itaət edeyim? Kim olub ki, onun sözünün qabağında mən baş əyim deyim, oldu baş üstə. Mənim nəslim var, əcabətim var. Qəbul edilmirdi. Bu qədər təkəbbürlü idilər bunlar. Təsəvvürün o qədər təkəbbür var idi bunlarda ki, əgər döyüş meydanında vuruşsaydılar, bir nəfər bunların qılıncla məsələn ayağına vursaydı qılıncı, ox atsaydı bunların ayağına, bunlar təkəbbürdən əyilib oxu çıxartmırdılar. Ki, kimisə qabağında mən əyilim aşağı ox çıxardım. O kimdir ki, mən onun qabağında əyilim? Peyğəmbər əyləşmişdi Həzrəti Cəbraillə. Bir nəfər də var idi, Vəlid ibn Muğeyrə. Kafirlərdən idi, gəldi, keçdi. Həzrəti Cəbrail baxdı Peyğəmbərə, baxandan sonra dedi, bu məsxərə eləyən insan deyil, səni istehza eləyən insan deyil. Dedi, bəli. Həzrəti Cəbrail neynədi, indi mən oxudum, nəsə elədi, Allahdan nəsə istədi, deyir, o elə yolla gedərkən gəldi bir nəfərin yanından keçdi, o oxu deyir. Yonturdu həmən şəxs, necə oldusa deyir, həmən ox, nizə yaxud batdı bu şəxsin ayağına. Batan ki, bunun ayağına baxdı, Peyğəmbər o tərəfdə dayanıb, yəni o kimdir ki, bu mən onun yanında əyilim, oxu çıxardım. Qan götürüb ayağına, amma əyilmir. Düz gedir, insanların yanından keçir, əyilmir ki, oxu çıxartsın. Axırda güclə, bala ilə gəldi, özünü çatdırdı evə, çatdıran kimi qızı qabağına qaçdı, gördü, qan bürüyüb atasını, hələ orada da canını tapşırdı, öldü. Təkəbbürlə, kibirlə. Bir dənə əyilib ox çıxartmaq istəmir. İnsan bax bu qədər acımasız olur, özünə də qarşı belə hətta təkəbbürlü olsa. Özünün əleyhinə olan işi də görür ki, təki mən eləyim, kimisə qabağında o zahirdə sınmayım. O kimdir ki, o mənim yanımda söz danışır? O kim olub ki? Qoymur insanı təkəbbür. Bax belə bir dənə xüsusiyyətdir. Qoymur insanı ki, insan bir nəfəri gördü, böyük bir dənə şəxsiyyəti, onun qabağında təzim eləsin. O qədər mənfi xislətdir ki, bəzilərinin içinə elə daxil olub ki, görür bir nəfər bir nəfərə hörmət edir, ürəyi partlayır. Xeyr ola. Bu kimdir ki, ona hörmət edirlər? Mənə niyə eləmirlər bunu? Nə cür dərddir bu, mən başa düşə bilmirəm. Bir nəfəri Allah sevdirir, ona insanların məhəbbəti var, başqası narahat olur. Bunu Allah sevdirib, sən niyə narahat olsan?
Elə bir ruhiyyədir ki, təkəbbürlü hissi, elə bir ruhiyyədir ki, insanda oldu çalışır, hey tənqid eləsin. Hamını tənqid edir. İnanın, tənqidi də ilahi deyil, Allaha xatir deyil. Əgər doğrudan tənqid eləyənsən, səhv işi tutub tənqid edirsən, niyə bəs bugünəcən o insan o qədər yaxşı əməllər eləyib, onları tərif eləmirsən? Bir dənə pis əməl görən kimi, indi bəlkə də pis əməl də deyil, öz aləmində adın qoyur pis və sosial şəbəkələrdə şəklin qoyur adamın, paylaşır ki, bu belə elədi. Yaxşı, belə tənqid eləyən insansan, sual verirəm, tənqid eləyən insansan, bəs niyə onun yaxşı əməllərini heç bu vaxtca bir dəfə də olsun tərif eləməmisən? Demək, sənin tənqidin ilahi deyil, nəfsani tənqiddir, tərif eləyə bilmir, təkəbbürlü insanların nişanəsidir. Bir nəfərin yaxşı əməlin görür, tərif eləyə bilmir, ürəyi sıxılır. Görür bir nəfər pulludur, imkanlıdır, o saat qayıdırdı, haramla qazanır. Nə oldu, niyə haramla qazandı, araşdırmısan? Dözə bilmir, niyə mən kasıb o imkanlı? Görür bir nəfər nüfuzludur, onun reklamı çoxdur, çox təriflilər ona görə. Görür bir nəfərin yaxşı hörmət eləyirlər, ürəyi sıxılır. Təkəbbürlü insanın nişanəsidir, dözə bilmir, bax bu qədər önəmli məsələdir. Bu qədər insanları bir-birinə pərəm-pərəm salan məsələdir. O oyanmasın insanda, oyandı insanı bədbəxt edir. Oyandı insanın axırına qədər gedib çıxır. Tarixin nəbsini dəyişir. O qədər xətərlidir ki, insanda yarana bilər və insan özünü hətta məsum insandan üstün görə bilər. Biraz kitab oxuyar, elmlənər, özünü üstün görər. Mən bir gün oxuyurdum, Kərbəlada olub bu alim. Bu alim deyirdi ki, çox savadlı alim idi, amma o deyirdi, mən Həzrəti Əbəlfəzdən üstünəm. Qulaq olsun, çox təəccüblə danışırıq, bu elə adi həyatda da bəzi vaxtlar olur. Gözü kimsə kimdən sözünü üstün görür. Cürət eləyib deyə bilmir, Əbəlfəz bu cürət eləyib. Ondan aşağısına bu cürət eləyir. O kimdir ki? Bu cürət elədi, mən Həzrəti Əbəlfəzdən üstünəm. Mənim o qədər elmim var, o qədər şey bilirəm, məlumatlarım var. O nə bilirdi ki? Getdi şəhid oldu da qutardı getdi. Səhərsi gün gəldilər bu şəxsin evinə, yığışdılar, gəldilər bunun evinə ki, qapısını döysünlər, bir danışsınlar bununla. Qapını döydülər və filan alimanı dedilər yoxdur. Bəs haradadır? Dedilər gedib Kərbəlada yaşayırdı özü də. Gedib Əbəlfəzin hərəminə. Dedi, gəldi görək bu dünən belə danışan bugün Əbəlfəz ağanın hərəmində neyinir? Dedi, gəldi gördüyü üzünü qoyub Əbəlfəz ağanın zərihinə elə ağlayır, sızıldayır. Dedi, ağa bağışla, mən səhv eləmişəm, demişəm mən səndən üstünəm. Dedi, biraz gözlədik, o halı ki daha özündə idi. Diyandı, qutarandan sonra yaxınlaşdıq buna. Dedi, nə olub? Dedi, vallahi o sözdən sonra dünən bir yuxu gördüm. Yuxuda Həzrəti Əbəlfəzi gördüm, alimlər yığışmışdı. Həzrəti Əbəlfəz daxil oldu, daxil olanda onun əzəməti mənim vücudumu titrətdi. Əzəməti titrətdi məni. Birdən ayıldım ki, sən nə cürətlər eləyirmişsən. Sən hara gedib çıxmısan? Sən nə sözlər danışırsan? Təkəbbür səni gör hansı hala salıb. Bu belədir. Allah bəzi vaxtlarda başa salır insanı ya. Bəzi vaxtlar bəla göndərir, başa salır ki, ayıl, təkəbbürlükdən ayıl. Sən özü başqa cür aparırsan, insanlardan üstün görsən özünü. Mənə bugün danışdılar bu hadisəni, bugün hələ. Bir nəfər deyir, bir nəfər ağız açdı deyir bizə ki, mənim balam xəstələnib, filan xəstəliyin adında dedi, da mən demirəm nə xəstəlikdir. Mənə pul yığın, kömək eləyin, deyir, yığışdıq, nə qədər insanlar, yığışdıq, pulu göndərdik ona, o pul çatdı, ona çatandan bir neçə müddət sonra yenə də əlaqə saxladı məni ilə, dedi, mənə halal edin. Dedim, nə olub ki? Dedi, mən allatmışam sizi. Yalandan yığmışam o pulu. Dedim, bəs yaxşı, niyə indi iqrar edirsən? Dedi, valla o xəstəlik ki demişdim, mənim balam elə xəstə deyildi. Amma o pulu yığdım, indi balam da özüm də həmən xəstəliyə tutulmuşam. Yalandan aldatmaqla deyil insanları. Əldə kağız gezdirməklə xəstəm var, xəstəliyim var. Allah qoyar o xəstəliyə insanı. Allah bəzi vaxtlar göstərir. İnsan aylada, insan ayla. Elm insanda bax belə təkəbbürlüyü gətirər. 2 dənə kitab oxuyan tənqid eləyir. 2 kitab, 3 kitab. Belə də danışır da bu cürlə, nə bilim nə danışır, heç bilmir nə danışır. 2 dənə kitab oxuyan tənqid edir. Təkəbbürlü hissidir. Oyanıb içində xəbəri yoxdur. Dözə bilmir. Ayətullah Dəstəğəyib deyirdi, mən deyir, bir dənə alim tanıyırdım. 70 il bu insan dərs deyib, 70 il.
ibadət eləyib, dərsləyib, bütün gün dərsləyib, özü oxudum hansı kitablardan dərsləyib, böyük kitablardan dərsləyib, deyir, adını çəkmirəm sizə, mən də bilmirəm kimdir. Amma deyir, bu şəxs bir gün sübh vaxtı oyandı, sübh namazına ki, sübh namazını qılsın, bütün hafizəsində nə var idi, hamısı yadından çıxmışdı. Əllərin qaldırdı ki, namaz qılsın, Həmd surəsini yadından çıxartmışdı. 80 illik idi, Həmd surəsini deyirdi, gündə 10 dəfə. Açdı Quranı ki, Quranın bəlkə sözləri yadımda qalıb, hərfləri gördü, Quranın bütün hərfləri yadından çıxıb. Alimdir. Təkəbbür gəlib. 3 dənə kitab, 4 dənə kitab qürurlandırır insanı, söz dizdirir. Hətta alimə qarşı qaldırır ayağa. Yaxşı ki, çox oxumayıb bu insan, inanın mənim sözümə. Çox oxusa lap böyük təkəbbürlüklər eləyər. Amma böyük şəxsiyyətlərə baxırsan həyatına, o qədər təvazö görürsən. Əllamə Təbətəbainin həyatını oxuyurdum. Tələbəsi deyir, Allah şahiddir, 30 il yanında bu şəxsin mən dərs oxudum. 30 ildə bir dəfə eşitmədim ki, bu insan üçün mən. 30 il bu mən deməyib, mən sözünü işlətməyib. Mən birdən təkəbbürlük gətirər mənə. Çünki mən deyən insanlar həmişə baxırsan Quran-ı Kərimdə Qarun dedi, ənə xeyrun minhu. Qarun dedi, mən üstünəm axı. Qarun dedi belə, utitu min ilmin indi. Qaruna dedilər, get pulumu xərclə Allahın yolunda. Dedi, mən özüm qazanmışam, mən dedim. Firon dedi, mən. Şeytan dedi, ənə xeyrun minhu. Şeytanın sözüdür. Dedi, mən Adəmə səcdə edeyim, mən ondan yaxşıyam. Kim mən deyib yıxılıb gedib. 30 il bu alim mən kəlməsini deyir, mən görmədim, eşitmədim desin. Adi kəlmədir, biz gündə deyirik. Amma demir də bu insan, qorxur, bu qədər qoruyur özünü ki, mən deyərəm birdən təkəbbürlü hissi yaranar məndə. İtirərəm birdən özümü. Bax, belə xətərdir, xəstəlikdir. Bəzi vaxtlar dindarlarda yaranır, namaz qılanlarda yaranır. Namaz qılan görsən özünü namaz qılmayandan üstün görür. Heç vaxt tövsiyə edirəm bir gün sizə burada, xanımlı, kişili, hamınızı tövsiyə edirəm ki, heç vaxt siz özünüzü namaz qılan qardaşlarım, ana bacılarım, namaz qılmayandan üstün görməyin. Çünki hədis var, hətta hədisi nəql edirəm sizə ki, bir insan əgər namaz qılır, öyünür özü ilə, amma bir insan namaz qılmır, həmişə özünü danlayır. Bu özünü danlayan insanın hörməti namaz qılanın hörmətindən daha çoxdur Allaha nisbət. Demirəm, namaz qılmasınlar. Elə bilərsiniz, mən namaz qılmamağı tövsiyə edirəm. Allah eləməsin. Mən indi burada əyləşib, qardaşlarım əyləşib, ana bacılarımız əyləşib. Şükür Allaha namaz qılmayanlar da gəlir, dəyərli qardaş bacılarım. Mən üzümü tuturam sizə də, bu cürlə günlər gəlmişsiniz bura, daha bu gündən başlayın namaz qılmağa, itaət eləməyə. Onu demirəm, bunu deyirəm. Heç vaxt namaz qılan öyünməməli ki, mən üstünəm filan kəsdən, mən daha hörmətim var. Mən Allahın qabağında gündə 5 dəfə dururam, namaz qılıram, sübh namazından qalxıram, amma filan kəs qalxmır. Onu deyən an Allahın gözündən o insan düşür. Onu deyən an Allahın gözündən düşdük. Allah deyir, sən heç belə namazın da mənə çox maraqlı deyil. Xanım Zəhranın sözünü deyirəm sizə, deyir, fərazallahu əl-imanə təthirən minəşşirk. Allah deyir, imanı ona görə vacib elədi ki, siz şirkdən paklanasınız. Ondan sonra görün xanım Zəhra nə gözəl danışır. Ruhi fidaki ya Fatimə Zəhra. Ruhum, canım sənə qurban olsun. Nə gözəl danışırsan. Buyurur, vəssalat tənzihən ənil kibir. Namazı Allah ona görə vacib elədi ki, heç kəsin qabağında təkəbbürlük eləməyəsən. Namaz bəzi vaxtlar insanı təkəbbürləndirir. Namaz qılır, təkəbbürlənir. Namazın missiyası budur ki, təkəbbürlənmə. Bu namaz qılır, təkəbbürlənir. Tam fəlsəfəsinin əksinə gedir. Tam əksinə gedir. İbadətləri gözündə böyüyür. Çox xətərlidir. Çox xətərlidir. İbadətlər gözümüzdə böyüyər birdən. Çox iş görmüşəm, 12 ildir danışıram. Nə bilim, neçə ildir namaz qılıram. Bir an bunu keçirtdü, zeyninizdən Allah deyir, sıfır elədim ibadətlər və təzdən başla. Bax, belə xətərdir, xəstəlikdir.